1920-ci ilin avqust ayı. Türkiyə Böyük Millət Məclisi bir neçə aydır fəaliyyət göstərir. İngilis işğalına qarşı milli mücadilə hərəkatı davam edir. Tədqiqatçı yazar Dilqə Məhəmməd yazır ki, Rusiyada isə bolşeviklər hakimiyyəti ələ alıb. Mustafa Kemal Paşanın qələbəsində maraqlıdırlar. Ona görə də həm birbaşa mərkəzin özünün, həm də yenicə işğal etdikləri Azərbaycanın təmsilçilinin olması işlərinə yarayırdı. Diplomatik əlaqələr sürətləndi. Nəticədə avqust ayında Memduh Şevket Əsəndal Azərbaycan İctimai Şuralar Cümhuriyyətinə səfir təyin edildi. Bir il sonra isə keçmiş Azərbaycan parlamentinin üzvü olmuş İbrahim Əbilov Ankaraya səfir olaraq seçildi. Bakıdan hərəkət edən səfir 9 sentyabrda Tiflisə, bir gün isə sonra Batuma çatdı. Əbilov elə bir vaxta göndərildi ki, milli mücadilənin ən qızğın çağı idi. Səfir Batuma çatınca Sakarya döyüşündə türklərin qalib gəldiyi xəbərini eşidir. Elə Batumda ikən Mustafa Kemal Paşaya təbrik teleqramı göndərir. Cəsur Anadolu igidlərin qəhrəmancasına indirdikləri son müthiş zərbənin Türk millətinin qurtuluşu üçün son qabiliyyət olduğu qənaətindəyim. Türkiyənin bəşəriyyət düşməni Antantanın köləsi Yunanistana vurduğu müthiş zərbə, məzlum şərqin imperialist və cəllad qərbə qarşı qazandığı qələbəsi deməkdir. Cəbhədən Ankaraya qayıdan Mustafa Kemal Paşa 27 sentyabr 1921-ci ildə bu teleqrama cavab yazır. Sakarya müzəffəriyyəti münasibətilə Türkiyə Böyük Millət Məclisi orduları və şəxsim haqqında göstərilən səmimi təbrikə təşəkkürümü ərz eləyirəm. Ana torpaqları ilə bərabər məzlum şərq millətlərinin həyatı haqqında və müstəqilliyini müdafiə uğrunda girişdiyimiz bu böyük mücadilənin yaxın vədə zərfində haqq və ədalətin müqəddəs səfərləri ilə nəticələnməsi haqqındakı qənaətinizə səmimiyyətlə qatılır və bu vəsilə ilə ehtiramımı təqdim eləyirəm. Sentyabrın 22-sində Əbilov artıq Trabzonda idi. Türkiyə torpaqlarına qədəm basmışdı. Bu vəsilə ilə Mustafa Kemal Paşaya növbəti teleqramını göndərir. Müqəddəs Türkiyə torpağına ayaq bastığımız və gərəksə qəhrəman Türk ordusunun son müzəffəriyyəti səbəbilə zat-ı alilərini təbrik ilə müqəddəs qayəyə bir an öncə vasıl olmasına Cənab Haqqın təmənni və niyaz edirəm Paşa Həzrətləri. Daha əvvəlki teleqramla eyni gündə Mustafa Kemal Paşa bu teleqramı da cavab verir. Anadolu və Rumeli türklərinə bunca bağlar ilə bağlı olan qardaş Azərbaycan milləti təmsilçisi sifəti ilə məmləkətimizə yüksək təşriflərindən dolayı xoş gəldiniz deyir və bu vəsilə ilə ehtiramımı ərz edirəm əfəndim. Nəhayət İbrahim Əbilov 12 oktyabr 1921-ci ildə 25 nəfərlik heyətlə Ankaraya çatır. 2 gün sonra Çankaya köşkündə etimadnaməsini Mustafa Kemal Paşaya təqdim edir. Qarşılıqlı nitqlər söylənilir. Həmin görüşdə bu gün bir qədər fərqli və qısa şəkildə işlədilən həmin məşhur cümlə səsləndirilir. Azəri türklərinin dərdləri kəndi dərdlərimiz və sevincləri kəndi sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi pək ziyadə sevindirir. Beləliklə, Azərbaycan türkləri 19 may 1919-cu ildə Mustafa Kemal Paşanın başlatdığı milli mücadilə hərəkatında Türkiyənin yanında olub, Azərbaycanlı zabitlər döyüşlərdə iştirak edib, Əhməd bəy Ağaoğlunun timsalında bölgələrdə təbliğat aparılıb.